Salam hörmətli izləyicilərim. Bugün sizə belə çox asan toxunan bir naxış istəyirəm göstərim. Həm də çox tez artan bir naxışdır. Bu naxışda nə istəsəz toxuya bilərsiniz. Jilet, şəkət, svitrə, papağa, nə istəsəz toxuya bilərsiniz. Sapım 100 qramlıq 350 metrəlik sapdır. Burada ilməkləri 4-4 yığırıq. 2 də kənar ilmək yığırıq. Mən indi burada qısa formada toxuyacağım bunu. Onun üçün 1, 2, 3, 4 dənə götürəcəm belə. 16, 17 ilmək götürəcəm. Rezinkanı da kim necə istəyir hələ toxuya bilər. Mən bir tərs, bir düz toxumuşam. Kimin ürəyi necə istəyir o formada da toxuya bilər. İndi belə bir sapı götürürəm. Milimin üstə yığıram ilməkləri. Qısa formada. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 ilmək bəs eləyər bu naxışı göstərmək üçün. İndi bunun üçün mən burada rezinka toxuyan deyiləm. Yenə buradan tərs toxuyuram bütün ilməkləri. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi bu yüzden yenə bir sıra tərs toxuyuram. Bura tərs üzüdür. İndi düz üzdən, bura düz üzüdür. Birinci ilməyi götürürəm, bu kənar ilməkdir. 3 tərs toxuyuram. 1, 2, 3 tərs. Bu dördüncü ilməyi keçirdirəm o tərəfə, götürürəm, toxumuram. Yenə sapı keçirdirəm bu üzə 1, 2, 3 ilmək. Yenə buradan bir ilməyi götürürəm, toxumuram. Yenə 3 tərs, 2, 3 tərs. Sap o üzdə bu ilməni götürürəm. Yenə 1, 2, 3. Bu da kənar ilməkdir. İndi tərs üzdən bütün ilməkləri hamısını tərs toxuyuram. Xırıncını da yenə tərs toxudum. Yəni 2 sıradan
toxudum. Naxış bitmiş hesab oldu. İkinci sıranı yenə eyni toxunuşu toxuyuruq. Kənarı götürürəm. 3 tərs götürürəm. 2, 3 tərs. Dördüncünü o tərəfə keçirdirəm sapı. Buradan toxumadan götürürəm. Sonra yenə 3 tərs toxuyuram. 2, 3 tərs. Yenə sap o üzdə. Bu ilməni götürürəm. Toxumuram. Yenə 3 tərs. Tərs, kənarı da tərs toxudum. İndi tərs üzdən yenə hamısını tərs toxuyuram. Kənarı götürürəm, qalan ilməkləri hamısını tərs toxuyuram. Toxumadıqlarımı da toxuyuram. Bu formada belə bir naxış alınır. Bura əvvəl toxuduğumdur. Biraz çox toxuyandan sonra görünür naxış. Bu formadadır. Həm toxunuşu asandır, həm də tez artan bir naxışdır. Buna jiletdir, jaketdir, sviterədir, papağa, nə istəsəz toxuya bilərsiniz də. Ürəyiniz nə istəyir, onu da toxuya bilərsiniz. Belə. Əgər bəyəndinizsə, abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.